İzləmə olsa videomuza başlayanızda və kanala like atıb abunə olmayı unutmayın. Yəni videonu mən çəkib qurtarmışam, amma videoda yəni o qədər yaxşı giriş elədim ki, tez giriş elədim ki, like demək yadından çıxıb. Bak sen paşama ya. Gözləmə olsa videomuza like atıb abunə olun. Çünki biraz izlənmələr azam, amma inşallah artacaq. Yəni 300.400 gəlir. Yəni like atsanız zəmə olsa videoya 220 like atsanız sevinərəm. Ondan sonra sağ olun, sizə xoş izləmələr. Dostlar salamlar. Dostlar bir yeni bir videoya qarşınızdayım. Bu gün sizə milli oyunumuza güncəlləmə gəldi. Hətta istəyirsə göstərim buradan. Budur. Dostlar indi mən bunu oradan başlatmaq istəyirəm ki, yəni buradan bu şəklinə də baxaq. Yəni bu şəkil məncə yaxşıdır. İndi istəyirsə güncəlləyim və yenidən mən qarşınızdayım. Biraz tez giriş edirəm çünki yeni gəlmişəm. Gördüm güncəlləmə gəlib, istəyirəm tez video çəkəm. Və dostlar oyunumuz güncəlləndi. İndi istəyirsə başlamağıma başlayaq. Yəni bura belə olub. Məncə həqiqətən çox qəşəng yəni görüntüsü var. Buradan yuxarıdan bir dənə qatar keçir. Qatar kimi bir şeydir. Giriş belədir. İstəyirsə səsini azaldıq, qəşəng. Girişlər xoşuma gəldi. Belə helikopter gəlir. İndi bu nədir? Belə İndi gördünüz dostlar arxadan belə qatar keçirdi. Qatar hal-hazırda gördünüz. Məncə qəşəngdir, yəni onun görünməsi hələ ki yaxşıdır. İndi dostlar istəyirsə ilk əvvəlcə etkinliklərdən başlayaq. Görək hansı etkinliklər gəlir. Birinci bölümdə şey gəlib, indi baxacaq olar hamısan bir yerdə. Bu gəlib, yəni hamıya ücretsiz verilir. Bu və bu. Bu da dostlar gördüyünüz belə bir dənə etkinlik. Yəni bura iş dəfə belə etkinlik gəlir. Yəni həmişə ayrı yerə gəlirdi, amma bu səfər bura gəlir. İndi onun əlavə bunlar var. Məsələn belə bir dənə qəşəng maşında sən verir, istəyirsə bunu açaq. Verir. Bunu verir, amma emojini təəssüf ki süreli verir. Yəni süreli verməsi pis oldu. Açıldı. Maşınımız budur. Qəşəng maşın desəndir. Bunu məncə almalıyıq hamı. İndi bilmirəm nətər tamamlayırıq, amma mən bunu bəlkə asan yəni qaydası olsa paylaşaram. Ona bura Çox yaşında qəşəng maşındır. İkincisi və bir dənə dediyim üzrə emoji də qəşəngdir, amma yəni sürəsiz olsa lap yaxşılardı, amma eybi yoxdur. Yenə yaxşıdır. Və qalan başqa heç bir şey yoxdur. Yəni etkinliklər olsa bu qədər idi. Yəni doğrusu burada olan etkinliklər bu qədər. İndi gəldik əsas olan etkinlik olan bura. İndi istəyirsə bunu yenidən açaq və bir aldığımız kart kimi bir şey var idi. Onu istəyirsə baxaq görək, o nə işə yarayırmış. Burada görsənirmi? Burada görsənmir, amma mən ona baxaram. Mən oradan baxıb bir yerdə baxarıq ona. İndi o etkinliyimiz budur. Yeni bir alan bulduq deyə bilən. Belə qəşəng giriş effekti var. Solara iniyorsun deyə belə gəlir. Və belə. İndi gördüyünüz üzrə burada bir dənə burada ev için necədir bu? Bilmirəm. Buradan para yığırsınız, günlük görevlərinizi tamamlayaraq və burada keşf edib basırsınız. Məsələn 4 dənə olanda bir dənə yeri keşf edirsiniz və oranın məsələn fayda asılır. Beyin bedava. Bura 4 olmalı ki, bura 20 faiz məncə açılacaq. Məsələn, sonra isə burada ona ödüllər, yəni hədiyyələri ala bilərsiniz və burada irəliləmə baş verəcək. İndi görək irəliləmə baş verdikcə bizə hansı hədiyyələr verəcək? Emojimiz var. Emoji olması çox qəşəngdir. Yəni həqiqi qarina sağ olsun, yəni Free Fire belə yəni sonunda emoji gəlir. Pulsuz bir dənə emoji gəlirdi, yəni sürəsiz. Sağ Allah razı olsun. Və belə bir dənə paraşütümüz var. Məncə yəni yaxşıdır. Yəni görürsünüz burada 5 yazıb, hər yer kəşf edici. Yəni görürsünüz 5 dənə yer var. Hər yer yüz etdikcə burada bir irəliləmə baş verəcək. Məncə yəni bu da pis deyil, yaxşıdır. Emoji də yəni yaxşıdır. Squad görev deyə bilən belə emojiymiş. Yəni məncə emojiyə 10 üzərindən 6 puan vermək olar və paraşüt də yaxşıdır dostlar. Türkçənin bir sözü olan həmişə mən bu sözü işləyəm. Vasatın üstü. Yəni o qədər də nə pis deyil, nə yaxşı. Orta bir paraşütdür. Və dostlar burada gördüyünüz üzrə burada endirməlisiniz bunu və bunu endirdikdən sonra sizə bir də belə ayaqqabı yəni puls şəkildə və bunu endirmənizi tövsiyə eləyir. Və gördüyünüz üzrə bunu da endirdi və hədiyyəmizi aldıq. İndi istəyirsə bunu kuşanaq yəni görək necədir. Belə bir dənə yəni ayaqqabı desəni. Məncə ayaqqabı desəni arxasından belə işıqla çıxır. Məncə qəşəng ayaqqabı desəni. İndi istəyirsə keçək şans otomatlarına. Şans otomatlarında yeni dəyişiklik nə var? Bu dəyişib. Və bura qəşəng bir spas desəni gəlir. Mən bunu dünən
xərclədim qəpiklərindən, yəni fişlər hamısı xərclədim. Hətta qısa bir dənə video şəklində düzəltmişəm. O daha sonrasında yayınlayaram kanalda. O videonu da yayınlayaram. İlk şeylə belə buradan bəlkə çıxar, amma çıxmayacaq çünki 50. Dostlar. Çıxdı. Ooo, mən hər videoda belə niyə olmalıyam? Nə bilim, həqiqi çox sağ olsun Free Fire. Çıxdı. Mən dost gördünüzsə dedim ki çıxmayacaq. Amma yəni çox sağ olsun çıxdı. Sonunda çıxdı. Biraz yəni gözləmirdim. Həqiqi heç gözləmirdim Free Fire'dan belə şey. Mənim həqiqi heç bəxtim yoxdur bu oyunlarda. Bu arada öyle bir gözyaşı ki. Amma yəni çıxması qəşəng oldu. İndi üstə onda kuşanaq. Buradan hara gəlmiş? Spasa. Spasa belə bir dəsənimiz var isabetliliyə və 1 verir, doldurma hızına da 2 verir. Hərəkət hızından da biraz azaldır, amma məncə qəşəng dəsəndə istifadə edə bilərsiniz. Və dostlar, bura indi profil yerinə keçək. Profil yerində belə bir dənə yiyəcəm. Yəni bu bilmirəm var idi yoxsa yox idi, amma mənə elə gəlir yox idi. Və qrup fotoğraf deyə bir yer var. Və istəyirsiniz bir emoji seçirsiniz. Buradan məsəl üçün chipsəni belə əlavə edə bilərsiniz. Belə bir şəkil çəkdirə bilərsiniz. Məsələn, şəkil çəkmək istəyirsinizsə çəkdir. Yəni burada çıxartma belə bir şey də varmış, amma lazım deyil. Yəni bunlar o qədər lazım deyil, amma bunların da gəlməsi yaxşı oldu. İndi dostlar, mən burada o qədər şey qalmadı, bitdi. Bir də ki bura QR kod gəldi. Məsələn, indi bunu da necə tarada sizə göstəreyim. Və burada yer var. Tara. İndi mən bunu bassam açılacaq kamera, ehtiyac yoxdur. Tara basıb digər dostunuzun və yaxud da kimsən telefonda o QR kodu açaraq onu əlavə edə bilərsiniz. Məncə bu da qəşəng bir dənə yenilik olub. Yəni bu Brawl Stars'da var idi. Yəni Free Fire gətirmələri yaxşı oldu. İndi dostlar biz onları qurtardıq. Yəni mən indi hamının maraqla gözlədiyi yer olan yeni gələn moda baxacağıq. Yəni inşallah yaxşı bir dənə mod gətirərlər deyirəm. İndi istəyirsə biz birinci bunu elit dərəcədə test edirik. Belə bir dənə yerdir. Və dostlar videonun başından bəri. Zaman olur videomuzu like atan, həqiqi like'lar yəni çox azalıb və izlənmələrdə, amma inşallah artacaq. Nasip də varsa. Nə vaxt video atmam olacaqsınız? Son videolar biraz izləndi, 1200-1300 elə bir şey izləndi. Amma inşallah bu video daha çox izlənər. İndi buraya baxaq. Bura belə bir dənə mod gəlib, daha doğrusu yer gəlib bura. Yaxşıdır məncə. Yəni yenə başqa yəni bir şey yoxdur. Daha doğrusu var. İndi olacaq, tək hamısına baxacaq. Məsələn, adam vuranda bəlkə bura oturma olur, istəyirsə baxaq. Və burada oturma olmur. Bizi də vurdular. Oyunu udma çalışmayacağım. Yəni sadəcə yeni gəlmiş güncəlləmələrlə bağlı yeniliklər göstərəcəm. Məsələn, burada hər hansı bir şey var mı deyə baxıram. Heç bir şey yoxdur. Yəni heç bir yeni silah gəlməyib. Sadəcə yəni belə bir dənə yeni mod gəlib. Məncə yeni modda yəni bura həqiqi çox qəşəng görünür. Hətta bəlkə yeni bir şey tapsam, istəyirsə biraz oynayaq. Bir dəqiqə oynayım, istəyirsə. Görə bəlkə yeni bir şey taparıq xəritədə. Amma yəni xəritənin belə görünməsi qəşəngdir. Və bu qatar modunda PUBG gətirmişdi. Yəni PUBG-dən götürüb deyə bilərik. Bax məsələn burada qatar gedir. İşte qatara görə minmə olsa qəşəng olar. İnşallah minmə olar. Qatara qəşəng minmə olur. Hətta içərisində belə yerlər düzəldiblər qatara görə. İçərisində belə gedə bilərsiniz. Və hətta yəni bunu PUBG-dən götürüblər, yaxşı ediblər. Çünki fərqli PUBG də Free Fire-dən çox şey götürür. Yəni Free Fire-də PUBG-dən bir şey görməsi yaxşı oldu. İnşallah bunu yəni oyuna gətirərlər. Ya da bir yerə də gətiriblər bu qatarı. Gətirsələr çox qəşəng olar. Yəni bunu xəritədə qatar sürərik də. Çox qəşəng olar. Bu qədər bəsdir bura. Yəni eşidəcək gördük. Həqiqi xəritənin görüntüsü çox qəşəngdir. Hətta qatarın elə gəlib hərəkət eləməzsə qəşəng olub. Yəni xəritəyə bu moda 10 üzərindən mən 8 puan verirəm. Yorumlarda verə bilərsiniz. İndi siz keçə belə rank. Oyuna keçəcəydim amma gördüm ki burada belə yeni bir şey var. Burada bu nədir belə? Yəni məncə bu da dəyişir onsuz xəritə, amma xəritənin yəni daha çox görünüşü bir an göstərdiyim kimidir. Yəni bu az gəlir də. 3 dənəsində o xəritə gəldi, bir dənəsində bu gəldi. Yəni bu da belə bir yerdir. İndi
Məncə bir 10 üzərinə 7 vermişdim, amma bunu da belə olması 7.5, 10 üzərinə 7.5 puan verdim. Siz də yorumlarda verə bilərsiniz. İndi gəldik də belə rankda. Belə rankda yəni buranın görüşü belədir və spas dəstəndə belə görünür. Həqiqətən çox dəstəndə. Həqiqətən mən belə gözləmirdim. Spas dəstəndə çıxacağını gözləmirdim, amma çıxdı. İndi isə xəritəyə bax, xəritə belədir. Çox qəşəng görünür. Uzaq dağlar da var, amma inşallah oyuna qatar gətirərlər. Bunlar qatar yollardır. Yoxsa normal yollardır. Onu istəyirsə düşə baxaq. Yəni qatar yolu olsa qəşəng olar. Yox, adi yollardır. Qatar gətirməyiblər. Qatar sadəcə HDRC-də var. Yəni HDRC-də sadəcə götürə bilərsiniz. Yoxsa burada var. İnşallah olar. Haydi. Burada nəsə gördüm. Burada belə bir şey var. İstəyirsə baxaq. Hə, bu qəribə bir şey. Bu nədir belə heç? Adam da gəldi heç. Bura. İstəyirsə bu adamı da öldürməyə çalışaq. İstəyirsə adam qollayıb vura bilər ya əslində. Adam qaçır, amma evi yoxdur. Bunu vurmayacağam. Burada yəni dəyişiklik burada var məsəl üçün. Bura belə ağaclar əlavə olunub. Ağaclar da qəşəng görünür. Bu nə rəngdir? Mor rəngdə elə bir. Hə, mor rəngdədir bu ağaclar. Yəni birinci dəfə belə ağac görürəm. Yəni oyuna belə bir ağacın əlavə olması oyuna biraz tükədir, rəng qatıb yaxşıdır. Yəni məncə burada pis deyil, amma istəyirsə yeni bir şey axtarıb tapım. Və mən də sonra baxdım, ehtimalca elə yeni bir şey gəlməyib, yəni. Yəni bir rankda xoşlamadım. Ona görə o qədər göstərmədim. Məncə bir rank pis idi. Ona da 10 üzərinə 5 puan verirəm. Onda yəni istəyirsə cəmlikdə puan verim. Məncə bu güncəlləmə 10 üzərindən 6-lı bir güncəlləmə idi. Yəni yaxşıdır, yaxşı yerlər də var, pis yerlər də var. Amma məncə yəni o qədər də pis güncəlləmə deyil. Onda da istəyirsə bu günü bu qədər olsun. Ümid edirəm videomu bəyənməyi. Videomu bəyənsə like atıb abunə olmayı unutmayın. Sağ olun, salamat qalın.